Mən nevroloq, elektroensefalografiya üzrə mütəxəssis, Türkiyə Nevroloqlar Cəmiyyətinin üzvü Dr. Jalə Qarayeva bugün sizlərə müalicə etdiyim xəstəliklər barəsində məlumat verəcəm. Müalicə etdiyim xəstəliklər əsəbilik, nevrotik pozuntular, depressiya, panik atak, posttravmatik stres pozuntusu, baş ağrıları, migren, gərginlik tipli baş ağrıları, baş gicəllənmələr, yaddaş problemləri, yuxu problemləri, müxtəlif növ fobiyalar, uşaqlarda müxtəlif növ qorxular, fobiyalar, uşaqlarda tiklər, uşaqlarda yaddaş və qavrama problemləri, uşaqlarda kəkələmələr, beyin qan dövranı pozğunluqları, müxtəlif növ sinir və əzələ pozğunluqları və sair kimi xəstəlikləri müalicə edirik. Bugün sizlərə baş ağrıları haqqında məlumat vermək istəyirəm. Elə bir insan yoxdur ki, həyatında bir dəfə də olsun baş ağrıları olmasın. Beynəlxalq Baş Ağrıları Cəmiyyətinin verdiyi məlumata görə baş ağrıları iki qrupa bölünür. Birincili baş ağrıları və ikincili baş ağrıları. Birincili baş ağrı zamanı beyində və vücudda hər hansı bir patologiya aşkarlanmır. İkincili baş ağrıları zamanı isə beyində və yaxud bədəndə hər hansı bir patologiyadan qaynaqlanan baş ağrıları baş verir. İkincili baş ağrılarına beyin şişləri, qanamalar, beyin qanamaları, travmalar və sair problemlər daxildir. Birincili baş ağrılarına isə migren, gərginlik baş ağrıları, klaster baş ağrıları və digər baş ağrılara aiddir. Ən çox nevroloqa müraciət etmə səbəbi migren baş ağrıları olduğu üçün bugün sizlərə migren haqqında danışacağım. Migren birincili baş ağrısıdır və daha çox qadınlarda görünür. Demək olar ki, 16% kişilərdə və 22% qadınlarda görünür. Migren baş ağrısı zamanı hansı əlamətlər olur? Əsasən başın bir yarısında, hər zaman deyil, amma daha çox hallarda başın bir yarısında ağrı zamanı işığa, səsə və qoxulara qarşı həssaslığın artması, fotofobiya, fonofobiya və osmofobiya, ağrı zamanı ürək bulanma, qaytarma, baş ağrı zamanı ağrının heç bir dərman qəbul etmədən 4-72 saatədək artması, fiziki aktivliklə məşğul olduqda ağrıların daha da şiddətlənməsi və ağrının pulsasiya edici xarakterdə olması məhz miqrenə xas əlamətlərdəndir. Migren auralı klassik və aurasız sadə migrenə bölünməklə iki yerə bölünür. Və sizə gərginlik tipli baş ağrıları haqqında məlumat vermək istəyirəm. Gərginlik tipli baş ağrıları migren baş ağrılarından fərqli olaraq başda pulsasiya deyil, sıxılma ilə müşahidə olunur və heç bir ağrı kəsiciyə gərək olmur. Adətən başın iki tərəfində olur və boyun nahiyəsindən başın önünə yayılır və gicgah nahiyələrində daha çox görülür. Dediyim kimi, gərginlik baş ağrısında adətən pasiyentlər həkimə müraciət etmirlər, çünki ağrı kəsiciyə ehtiyac olunur. Migren baş ağrısı isə çox şiddətli bir baş ağrısı olduğu üçün mütləq şəkildə pasiyentlər həkimə müraciət edir.